Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına görə cəzalar sərtləşdirilir. Bölgə TV xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan cinayət məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan qanuna əsasən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın mənbəyini, yerini və ya kimə məxsus olduğunu gizlətmək, yaxud bu əmlaka dair məlumatları ört-basdır etmək, 4000 manatdan 8000 manatadək cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə, şəxsə 3 ilədək müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq qadağası da qoyula bilər. Yeni dəyişikliyə görə bu cinayətə görə artıq cinayət predmetinin dəyərinin 50-70% miqdarında cərimə tətbiq olunacaq. Həmçinin 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə və 5 ilədək vəzifə və ya fəaliyyət qadağası da nəzərdə tutulur. Qanun layihəsi 3-cü oxunuşda səsvermə ilə qəbul edilib. Rəna Rövşənqızı, BTV.